Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Tərtər şəhərində şəhid Cəfərov Anar Qəzənfər oğlunun anası Süleymanova Esmira Xəlil qızını 70 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. İcra başçısı bütün şəhid valideynlərinin baş tacımızın olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edilib. O, məğlub edilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 1-ci Qarabağ müharibəsi şəhidlərinin də qisasının alındığını bildirib. Bugün torpaqlarımızın işğaldan azad olunması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib. Qeyd edək ki, Cəfərov Anar Qəzənfər oğlu 1982-ci il yanvar ayının 1-də Tərtər şəhərində anadan olub. 2000-ci ildə hərbi xidmətə yollanıb. 2008-ci ildə müddətli hərbi qulluqçu kursuna daxil olub. En saylı hərbi hissədə motatıcı alayında manqa komandiri vəzifəsini icra edib. Bir neçə dəfə komandiri tərəfindən təşəkkürnamə alıb. 2011-ci il dekabr ayının 6-sında vəzifə borcunu yerinə yetirərkən başından ağır yaralanıb. Bakı şəhərində qospitalda 20 dekabrda vəfat edib. Evli idi, 2 övladı vətənə əmanətdir. Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Dilbər Vüqar qızı, Bölgə TV.